Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz Rusiya-Ukrayna müharibəsi, bunun Avropaya keçmə ehtimalı, İran-Amerika arasında baş verə biləcək hadisələr, Yaxın Şərqdə və Husilərin ata biləcəyi addımlar və Cənubi Qafqazdakı baş verə biləcək hadisələrlə bağlı olacaq. Öncə Rusiya-Ukrayna müharibəsi ilə başlayaq. Rusiya-Ukrayna müharibəsi biz görürük ki, sahədə son dərəcə şiddətli döyüşlər gedir. Ukrayna tərəfində hərbi rəhbərliyi dəyişdirdilər, Müdafiə Nazirini dəyişdirdilər, daha sonra Sırskini dəyişdirdilər və bundan əlavə Ukrayna ordusunun Rusiyaya həm neft emalı zavodlarına, yanacaq dondurma məntəqələrinə vurduğu zərbələrin sayı kifayət qədər çoxdur. Və eyni zamanda təbii ki, Ukrayna tərəfi hələ də hava hücumundan müdafiə sistemləri alır. Ukrayna tərəfinin əsas gücü hələ də dronlarda və dronlarda olmaqda qalır. Rusiya tərəfinin isə təbii ki, zərbələri bir qədər fərqlidir. Rusiya daha çox ballistik raketlərdən istifadə edir və təbii ki, artıq onlar o şəxid dronlarını dəyişdiriblər. Geran 2, hətta Geran 4-lər vasitəsilə də artıq zərbələr endirirlər. Ukrayna tərəfinin məsələn Zelenski açıq şəkildə bildirdi ki, onlar bir 40 günlük əməliyyata hazırlaşıblar və bu əməliyyatlar nəticəsində onlar təbii ki, əsas qarşılarına qoyduğu məqsəd Rusiyanın daxilində problem yaratmaq və Rusiyada ümumiyyətlə yanacaq böhranı yaratmaq idi. Və bu əməliyyatları müəyyən mənada da uğurlu oldular. Çünki biz açıq şəkildə görürük ki, Rusiya ərazisində yanacaq doldurma məntəqələrində ciddi növbələr var, problemlər var və çoxlu sayda Rusiyanın ümumiyyətlə neft emalı zavodlarını və yanacaq doldurma məntəqələrini vurdular, sıradan çıxartdılar. Amma Ukrayna tərəfi təbii ki, burada müharibənin iki başı olur. Ukrayna tərəfi təbii ki, öz tərəfindən fikirləşirdi ki, Rusiyaya bu tip zərbələr endirəcək, Rusiyanı bu formaya və yəni Rusiyanı çətin bir vəziyyətə salacaq. Amma Rusiyanın endirdiyi zərbələr də o heç də yəni zəif zərbələr deyil. Misal üçün Rusiya təbii ki, Kiyev daxil olmaqla ölkənin bir çox ərazilərinə daha çox ballistik raketlərlə zərbələr endirirlər, qanadlı raketlərlə zərbələr endirirlər. Bundan əlavə o şəxid dronlarını dəyişdiriblər, artıq Geran 2, Geran 3 və Geran 4-lər var və Geran 2-lər vasitəsilə təbii ki, cəbhə xəttinə yaxın ərazilərə daha çox və hətta bəzən olur Kiyevə qədər də Geran 2-lərdən istifadə edirlər. Amma son zamanlar daha çox Geran 4-lərdən istifadə edirlər ki, bu Geran 4-lərlə daha çox Rusiyada Ukraynaya cavab olaraq ümumiyyətlə Qara dənizdə nə qədər tankerlər var, yük gəmilər var, hamısına zərbələr endirirlər. Yəni bunu Ukrayna tərəfi edirdi, Ukrayna tərəfi etdi. Yəni Ukrayna tərəfi elə düşündü ki, misal üçün bunu edəcək və hər şey yekunlaşa bilər. Amma bunun qarşılığı da var və qarşılığı çox ağır oldu və faktiki olaraq indi artıq demək olar ki, heç bir sığorta şirkətləri gəmilərin Qara dənizdə, yəni Ukrayna limanlarında yan almasında maraqlı deyil, istəmirlər və bu da metal daşımasını və əsas da taxılın ümumiyyətlə taxıl ticarətinə çox ağır zərbələr endirib. Yəni onsuz da Rusiya tərəfi bu taxıl xəttindən çıxmışdı, zamanında çıxmışdı. İndi də bunun bütün gəmilərə zərbələr endirərək demək olar ki, Ukraynaya həm iqtisadi cəhətdən zərbələr endirir və strateji baxımdan baxdıqda bu təkcə Ukraynaya endirilmiş zərbələr deyil. Bu Avropanı da çox çətin vəziyyətə salır, Afrika ölkələrini çox çətin vəziyyətə salır. Çünki taxılın ümumiyyətlə taxıl dövriyyəsinin böyük hissəsi Ukraynaya məxsus idi və Ukrayna əgər taxıl sata bilməyəcəksə, öz iqtisadiyyatına vurulan zərbə bir başqadır. Dünyada aclığın, ümumiyyətlə yoxsulluğun artacağı, qiymətlərin tamamilə artacağı məsələsi. Yəni bizdə insanlar taxıl deyəndə yalnız çörək nəzərdə tutulur, amma taxıldan müxtəlif tipli yəni məhsullar hazırlanır. Yəni un məhsullarının sayı həddindən artıq çoxdur və burada da kifayət qədər hesab edirəm ki, ciddi qiymət artımları məsələsi ola bilər və ona görə də indiki mərhələdə biz görürük ki, Avropa ölkələri də müəyyən mənada bu məsələdən artıq narahat olmağa başlayıblar. Yəni tərəflər bir-birini biz açıq şəkildə görürük ki, tərəflər bir-birini son dərəcə yəni qərarlıdırlar ki, tükətsinlər. Onsuz da biz müharibə başlayandan da qeyd edirdik ki, tərəflərdən hansı daha tez tükənəcəksə, müharibədə də o məğlubiyyətə uğrayacaq və tərəflər maksimum bir-birini tükətməyə çalışırlar. Paralel olaraq da Avropa istiqamətində də müəyyən proseslər gedir. Məsəl üçün və bir çox ölkələr artıq müharibəyə hazırlaşır. Məsələn, bəzi ölkələr müharibəyə hazırlaşmaq kimi biz zamanında nəyi görürdük? Məsələn, hərbi büdcələrin artırılmasını görürdük, yeni hava hücumundan müdafiə sistemlərinin alınmasını, aviasiya vasitələrinin alınmasını görürdük.
Amma biz artıq bunu sahədə də görməyə başlamışıq. Misal üçün Polşa istiqamətində artıq biz görürük ki, o Ukraynalıların istifadə elədikləri kimi o əjdaha dişləri deyəcək, müdafiə xəttləri qurmağa başlayırlar. Yəni Polşa tərəfi bunu etməyə başlayıb artıq və bunu Almaniya tərəfi ilə birgə həyata keçirirlər. Yəni biz faktiki olaraq biz onun şahidi oluruq ki, Avropa ilə Rusiyanın toqquşma ehtimalını artıq dövlətlər də real qiymətləndirirlər. Yəni bunu bəzən biz deyərkən və yaxud da ki, bəzi ekspertlər bunu deyərkən bir çoxları bunu ciddiyə almırdı və yaxud da ki, fikirləşirdi ki, bu hadisə baş verə bilməz. Amma real vəziyyət ondan ibarətdir ki, əgər hazırlıq varsa, bu o deməkdir ki, risk də var. Və riskin də hesab edirəm ki, son dərəcə yüksək olduğunun ən azından biz şahid oluruq. Və Rusiya-Ukrayna müharibəsinin sahədə baş verən proseslərlə bağlı kifayət qədər çox danışdığımıza görə hesab edirəm ki, bu dəfə o qədər də onun üzərindən getməyə ehtiyac yoxdur. Gələk İran-Amerika arasında baş verən proseslərə. Misal üçün, Amerika tərəfi qeyd edir və açıq şəkildə bəyan edir ki, onlar İranın, əgər İran boğazdan hansısa gəmilərə hücum edəcəksə, onların bütün infrastrukturuna zərbələr endirəcəklər. İstər körpülər olsun, istər su mənbələri, qaynaqları olsun və neft emalı zavodları, bütün bunlara zərbələr endirəcəklər. Və təbii ki, İran tərəfinin də cavabı gecikmədi və İran tərəfi açıq şəkildə bəyan elədi ki, əgər Körfəzdə biz neft satmayacaqsa, heç bir ölkə neft satmayacaq. Yəni bu açıq-açıq Səudiyyəni, Birləşmiş Ərəb Əmirliklərini və Körfəz ölkələrinin Küveyti, Bəhreyni hamısını açıq-açıq təhdid etmək deməkdir. Yəni burada biz İran tərəfi, əgər İran həqiqətən də neft sata bilməyəcəksə, İranın əlində həmən o ölkələrin neft yataqlarını, neft emal zavodlarını vurmaq ehtimalları varmı? Var. Və ona görə də mən düşünürəm ki, bu müharibə artıq bütün qırmızı xəttləri keçmək üzrədir və bu əgər müharibə Amerika ümumiyyətlə bu müharibəni indiki mərhələdə dayandırmasalar və bu müharibə bir qədər uzanacaqsa, biz Körfəzin daha ağır vəziyyətə düşdüyünün şahidi olacağıq. Burada əsas məsələ hesab edirəm ki, İranın mülki infrastrukturuna zərbələr endirəcəksə, İran mütləq şəkildə Körfəzi biraz kobud deyəcəm, cəhənnəmə çevirəcək. Yəni, əgər bu olandan sonra da təbii ki, istər elektrik stansiyalarının vurulması, su qaynaqlarının vurulması, yəni bunlar birbaşa orada həyatı əhəmiyyəti daşıyır və təbii ki, onların əsas gəlir mənbələri neft və qazdırsa və bu yataqlar da vurulacaqsa, hesab edirəm ki, artıq Körfəz tamamilə iflic ola bilər. Və Körfəzlə bərabər, misal üçün, Səudiyyə Ərəbistanının Qırmızı dənizə də çıxışı var və Səudiyyə Ərəbistanı indi artıq bir çox məsələləri Körfəz üzərindən yox, daha çox bunu istəyir ki, Qırmızı dəniz üzərindən həyata keçirilsin və Səudiyyə Ərəbistanının çox böyük səhvi ondan ibarət oldu ki, Sananı vurdular, onlar Husilərin paytaxtını vurdular və bu da Husilərə imkan verdi ki və Husilərə şərait yaratdı ki, onlar da artıq Səudiyyə Ərəbistanının tankerlərinə zərbələr endiriblər. Artıq 2 tankerə ballistik raketlə zərbə endiriblər. Bundan əlavə demək olar ki, Səudiyyə Ərəbistanının ümumiyyətlə Qırmızı dənizdəki sahillərini tamamilə mühasirəyə alıblar və onlar Husilər sözün əsl mənasında həm Qırmızı dənizi iflic ediblər və paralel olaraq da Babil-Məmməd boğazı ilə bağlı da biz onu görürük ki, Husilərin çox ciddi planları var. Bu təbii ki, İranın layihəsidir, bu təbii ki, İranın istəyidir və İran eyni zamanda, yəni artıq Körfəz ölkələri düşünməyəcəklər ki, misal üçün bəzi ölkələr vardı, ən azından Səudiyyə fikirləşirdi ki, neftini Körfəzdən satmaz, onu məsələn Qırmızı dəniz vasitəsilə satar. Amma artıq Husilərin bu addımından sonra Səudiyyənin də vəziyyəti bir qədər çətinləşməyə başlayıb. Bundan əlavə artıq qərb mənbələrində açıq şəkildə qeyd olunur ki, Səudiyyə üzr istəyirəm, Husilərə Rusiyanın gəmi əleyhinə raket vermə ehtimalı var və bununla bağlı artıq bir çox mənbələr qeyd edirlər ki, artıq o raketlərin hamısı Husilərdə var və Çinin də Husilərə həm ballistik raketlər, həm də ki, gəmi əleyhinə raketlərin verdiyi ilə bağlı ümumiyyətlə iddialar mövcuddur və Husilərin də əslində yəni Səudiyyəni mühasirəyə almışıq və yaxud da ki, biz Bab-el-Məndəb boğazını bağlayacağıq və yaxud da ki, səfərbərlik edib Səudiyyə Ərəbistanına qarşı hansısa addımlar atacaq deməsi onu göstərir ki, əslində rahatdırlar və onların əlində hansısa bir vasitələr var ki, bu prosesi başlasınlar. Yəni, burada əsas sual bundan ibarətdir ki, İranın bütün
Yəni Amerikanın bütün diqqəti İran istiqamətindədir. Demək olar ki, aviadaşıyıcıları o istiqamətindədir, digər gəmilər o istiqamətindədir. Belə olan təqdirdə Husilərlə kim mübarizə aparacaq? Yəni Avropa ölkələrinin buna risk eləyəcəyi o qədər inandırıcı deyil və yəni açıq şəkildə əgər bu ölkələr bilirlərsə ki, onların Husilərin əlində gəlmə eləyən raketlər var, onlar artıq o istiqamətə gəlmək o qədər asan məsələ deyil və buna hazırlıq bir prosesi var və bu da ümumiyyətlə aylarla vaxt apara bilən bir prosesdir. Yəni ən azından minimum 6 ay vaxt lazımdır ki, hansısa ölkələr hazırlaşsınlar, Husilərə qarşı hansısa addım atsınlar və bu da o qədər də hesab edirəm ki, asan məsələ deyil. Və əgər proseslər bu hədlərdə, yəni indiki vəziyyətdə dayanmasa, biz müharibənin daha da genişlənəcəyini və daha böyük bir müharibənin, bu söhbət təkcə mən müharibə dedikdə, yəni təkcə İran-Amerikanı nəzərdə tutmuram, həm də Rusiya-Ukrayna müharibəsini tuturam. Yəni Rusiya-Ukrayna müharibəsi də bu formada davam edirsə, hesab edirəm ki, Şərqi Avropada mütləq şəkildə yenidən Şərqi Avropa onsuz da həmişə müharibə ocaqlarından biri olur və yenidən orada müharibənin başlama ehtimalı var. O ki qaldı Cənubi Qafqazla bağlı məsələyə. Təbii ki, Cənubi Qafqazın vəziyyəti o qədər də yəni ürəkaçan deyil nə mənada. Çünki bir tərəfdən İran müharibə içərisindədir və təhdidlər var, risklər var. Digər tərəfdən Rusiya müharibə içərisindədir, risklər var. Və paralel olaraq da müəyyən iddialar atıldı. Məsəl üçün qeyd olundu ki, Azərbaycanda Rusiya və Almaniya nümayəndələri gəlib görüşdülər. Rusiya tərəfi bunu təkzib elədi. Almaniya tərəfi ümumiyyətlə reaksiya vermədi, amma real vəziyyət ondan ibarətdir ki, məsələn, Azərbaycan tərəfi qeyd elədi ki, həmin şəxslər Azərbaycanda olublar. Bu, təbii ki, mən düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsini dayandıracaq gücdə ola bilər Almaniya ilə və Rusiyanın danışıqları. Çünki Almaniya faktiki olaraq bu müharibədə əsas söz sahibi Anglo-Saks xəttidir. Yəni İngiltərə, Böyük Britaniya və daha çox Amerika xəttidir və ona görə də Almaniya maksimum burada Rusiya ilə hansısa bir alış-veriş eləyə bilər və yaxud da ki, hansısa bir formada hansısa bir əl vasitəsilə neftin və yaxud da ki, yəni yanacağın alması ilə bağlı ola bilsin ki, danışıqlar ola bilər, amma tərəflər bunu ən azından indiki mərhələdə təkzib edirlər. Ona görə də dəqiq və yaxud da ki, real bir şey demək mümkün deyil. Digər tərəfdən regionda yəni maraqları olan dövlətlər var. Biz görürük ki, Ermənistan üzərindən Avropa İttifaqının fəaliyyəti var. Bundan əlavə Gürcüstan üzərindən də müəyyən bir fəaliyyətlərin ən azından şahidi oluruq və bütün bunların hamısı onu göstərir və tərəflər istər Azərbaycan tərəfi olsun, istər Ermənistan tərəfi olsun, maksimum yəni silahlanmanı da davam elətdirirlər. Heç bir tərəf demək olar ki, hərbi xərcləri azaltmayıb, əksinə hərbi xərclər eyni vəziyyətdədir və bəlkə də artırılıb, yəni bunu rəsmi olaraq açıqlamırlar. Yəni biz bütün bunların hamısını baxdıqda, yəni bu regionun da düşünürəm ki, son dərəcə riskli və yaxud da ki, bu regionla bağlı da müharibə riski hesab edirəm ki, qalmaqdadır. Və düşünürəm ki, dünyada əgər dünya böyük bir müharibəyə doğru gedirsə, yəni əgər Rusiya, yəni Ukrayna müharibəsi daha coğrafiyası genişlənərsə, İran, Amerika müharibəsinin coğrafiyası bir qədər də genişlənərsə, yəni biz hələ ki Ermənistanla sülhdən danışmaq hələ hesab edirəm ki, bu mərhələdə tezdir və əsas məsələ ondan ibarətdir ki, yəni tərəflər, Azərbaycan tərəfi də, Ermənistan tərəfi də fərqindədir ki, yəni bu regionda yəni risklər və təhdidlər hələ də qalmaqdadır. Ona görə də heç kim yəni sosial layihələrə yox, daha çox hərbi layihələrə, yəni hər kəs daha çox hərbi layihələrə daha çox önəm verir. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.